Həkim, Zaurun vəziyyəti necədir? Narahat olun Həsən dayı. Qorxulu bir şey yoxdur. Demək olar ki, bəxti gətirib. Vuran əlləri qorusun, əlləri. Əlimə keçə o çupuğunu üzərimlə boğardım. Sakinləşin. Heç bir şey qorxulu yoxdur. İndi Zaur qoyub istirahət eləsin. Ona istirahət lazımdır. Siz o? Sağ ol. Mən də gələm. Sağ ol. Götür biraz, özümə gəlim. Deyirəm bu kəndin lap zibili çıxıb. Niyə qaqa, yeni nəyi bəyənmirsən? Nətər yanım niyə? Göz görə o boyda oğlu Zaur'u vurub öldürdülər. Kim öldürdülər? Zaur'u. O Zaur'u nətər öldürdülər? Heç mənim xəbərim yoxdur. Ölməyib, yəni həkimlər olmasaydı öləcəkdir. O işə bax, deyirəm görəsən kim vurub əli Zaur'u? Nə bilim, get Şir Aslandan soruş. Şir Aslan özü cəmaatdan soruşur ki o kaprosu hardadır. Ne bu bile? Sen bilirsin, Zaur'u kim vurur? Vurdu kaka. Yine bir şey vurdu, ben yanımda gördüm. Bir de tercümeyle görmedi. Şahlar. Zaur'u kim vurdu? Kaka, öyle bir şeydi. Serdar Zaur çağırdı, şeylerdi. Zaur tuttu şeydi ha. Böyle şey oldu da, öyle bir şey. De sen öl. Pat onunla. Sen öl bilirdim eğer olacak. Gör dünyanın işine bakayım. Dünyanın işine bakayım. Ben sana diyeyim kardeş. İndi bir tane de olsun kişi kalmıyor. Ümumiyyətlə, bax, eli götürə bilməm əmimi. Bizim nəslimizdə kişi yoxdur, başa biz də dördündə kişi söhbət edirik. Merak et. Kaka, değil mi? Say şeyle de. Tabii. Serdar ya. Adamda yüze bak ya. Ben gedirəm. Kitabxanaya. Yox. Fatma gilə, indi özü gələcək. Ana sən bilmirsən mən hara gedirəm. Qızım, mən bilməliyəm ki, sən hara gedirsən. Onun üçün də soruşuram. Mən Zaur'un yanına gedirəm. Xəstəxanaya. Ay qız, sənin başın xarab olur. Atan eşidib bilsə bilirsən neyniyər? Hələ qələndəri demirəm. Cəhənnəmə bilsinlər. Zaur orada can verir, sən də burada mənə icazədən danışırsan. Kızım, sen de bizi başa düştü. Nermin. Ana ben gittim. Nermin kızım. Nermin! Gel. Gel. Kəvalla canlarını içiyoruz. Təbrik edirəm. Sizin ağıllı və müdrik planınız işe yaradı. Sizi mən bu qədər böyük, bu qədər ağıllı... Bununla saklı. Alefalı. Mən heç fikirləşməzdim ki, bu Serdar bu qədər amansız adamdır. O heç belə iş olar. Ha? Bir dənə işe göre adam öldürmeye el kaldırma olar. Yoldaş Sədir, üzr istəyirəm. Birincisi, Serdar işe göre yox. Danosdan qorxduğuna göre bunu eləyir. İkincisi de ki, Zaur hələ ölməyib axı. Qamsamolun canı it canı harı ölür o? Birden öyleydi. Biz meğer ona dedik ki geçsin, vursun, öldürsün onu. Yaxşı idi. Ne təklif edirsən? Neyiyək? Bilmirəm, nə xaraq. Deyirəm, bəlkə gedək ona baş çəkək. Xəstəxanaya. Xəstəxanaya. Yoldaş Sədir, siz məndən ağıllı, müdrik, böyük insansınız. Qısa elə də, qısa elə. Məsləhət sizindir. Amma məncə ora gitməyək. Niyə?
Yoldaş Sədir, tutaq ki, getdik xəstəxanaya. Getdik. Bəs cəmaət şübhələnməz ki, nə oldu elə hamıdan birinci Sədirlə Mavini gəlir? İnsanlıqda xəbər tutmuşuq. İnsaniyyətlik bəs. Kəmandar Cəhəndəroviç, sağalar, gedər evə, biz də gedib evlərinə baş çəkərik. Bir daşla iki quş vurarıq. Amma ben sənin də boş başın işləyir ha. Yürümə. Amma yenə nə deyirsən de vəfalı. Mənim bu işdən gözüm heç su içmir. Səni görüm parça diki olasan. Səni görüm qanına bələnəsən. Səni görüm heç bəy otağına, bəy gərdəyinə girməyəsən, Sərdar. Nə deyirsən? Qutardın? Yox, qurtarmadım, hələ indi başlamışam. Səni görüm parça diki olasan. Bir dəqiqə deyən, nə olub gənə? Sınıq traktor kimi xoddanım düşmüsən ortalığa. Ödə biraz mərifətli danış, qadın xaylaq. Sənlə mərifətli danışan özü gərək mərifətsiz olsun. Mən başımı xarab eləmədi. Çıx, get, qurban olub, başımı xarab eləməmə. Səndə baş var, ha? Səni kənd aşağı, kənd yuxarı sürmək lazımdır. Mənə bax, baxmaram qadın xaylaqsa. Allah haqqı vurub xoşbəxt eləyərəm səni. Bu kənddə 10 dənə kişiyə deyərəm. Sənin kimi kişidənsə mənim kimi arvad yaxşıdır. Sən uje başqa söhbət elədin. Sənlə gərək başqa cür danışım. Ay, nə tür danışım səndən, ha? Uşağı niyə o hala salmısan, ha? Uşaq kimdir? Nağarmışam mən. Kimə nağarmışam mən tifil? Ay Allahsız, o tifil zauri deyirəm dana. Niyə onu o hala salmısan? Sən Allah'a tapşırır. Hiç. Az öyle danışmayı. Geldi burada dedi gitti. Sağ ol. Ben varmışam o. Bu başıma xeyir. Bu ne daha? Yazık falan. Bu ne oyunu geldi bizim başımıza da. Ne oynaydı? Sen kimden eylemiştin? Şimdi senden böyle düşmensizliğiyle ne bala? Ay yazık değil. Yok ayol. Öyle düz değilsin. Sağ ol Turaya ha. Gayet başla. Vallahi burada senin. Rahat işlemeye koymayacaklar. Gayet var. Bunların gözü çıksın görün. Gözü çıksın. Senin gözü götürmeye çok da bana. Çok da. Gel kızım gel. Gel. Sağ ol, sağ ol, sağ ol. Sağ ol. Zar necədir? Görürsen de. Geç, iyileş, otur. Həkimlər nə deyir? Həkimlər deyir, həyat təhlükəsi yoxdur. Ama onu görürsən də. Sen biraz otur. Ben bir papiro çekeyim. Kaydırım. Mən səni sevirəm. Necə ki sən məni sevirsən. Mən sənsiz yaşaya bilmərəm Zaur. Teki sən sağ. Mən səndən Bakıya da gedərəm. Qurban olum. Nə olur, aç gözlərini. Qələndər, səndən bir söz soruşacağam. Amma qadın qalın hirslənmə. De görüm. Niye istəyirəm ki? Ay, yox, birdən hirslənərsən dana. Az deməsən vallahi istənəcəm. Ma bax,
Sənin bu Zaurla davan zadın olmuyor ki. Nə dava? Yox. Yox, yəni deyirəm, bəlkə bir sözün zadını çək gəlib. Nə vaxtsa. Bir dəqiqə. Başa düşmədim. Yəni deyirsən zarı mən vurmuşam, ha? Yox, ay gələndə... Səndən gözləməzdim, ha Fatma. Qələndər. Yaxşı, mən gedim. Get. Səndən sözüm var ey sahibi. Ay, sən nə istəyirsən? Görürsən qanım... Qaralım... Ay, başım çıxmır ya. Ha. Bu öz başınalığa nə vaxt son qoyulacaq ha? Nə istəyirsən? Sərdar deyirəm da, gül kimi uşağı az qala vurub öldürmüş deyil. Belə şey mi olur? Bunun qabağına bir çıxan tapılacaq ya yox? Sərdar? Bən. Və kim vuracaq ha? Bütün kənd danışır ya ondan. Mən də qalmışam belə. Bilmirəm, müstəntiqə xəbər verin. Başya xəbər verin. Ay, lazım deyil. Özüm əncam çəkəcəm. Ha? Qələndər. Ay, nə qayırsan qayır, sən Allah qan salma. Pensiyam az qalıb ya. Diz öyle. Bura düşün. Ay, mən ömrümdə tuğallıq eləməmişəm, ha. Bu, özü də bax, biraz yavaş dur. Səs başıma düşür. Baxmaram ha burada nədir, İstanbul'da nədir. Salam verin şöyle. Bana bir çay verin. Geçşek piylerimiz var, jübile olsun. Bizimle gelen danışma. Sadece ben kapları verin. Bir çay verin. Aysi. Sen bilərsən, bu Sərdar Zaurun yapırım. Doğrudan onun zarından nə alışverişi var? Qaqa, mən şeytansızlıq bilmərəm. Eşitdiyimə görə Sərdar Zaurdan xahiş edib işə görə. Başa düşdüm. O da nə bilim nə dedilər Zaur. Nə bilim pul istəyimdən, nə var? O təmiz oğlandı. Bir o təmiz oğlandı, bir də mən əmin. Aynı kilo heç kimə etibar yox deyil. Bu biri götürün mən əmin. Deməli. Qaqa, gələn limon ver. Limon? Evet, ona bir limon ver. Ha, şeşbeş. Gözlə bir səndə. Hayır, limonsuz bu. İmkan verirlər, şöyle bak ha. Araya bir sorun. Tez ol, 5 var. Gözlə. At öyle. Salam Həsən dayı. Salam qızım, salam. Zaur necədir? Belə də, Nərmin oradadır. Həkimlər nə deyirlər? Vallahi həkimlər nə deyir bilmirəm. Amma cəmaat çox şey deyir. Cəmaat çox şey deyir. Mən özüm öz əlimlə nəvəmin qəbrini qazdım. Elə deməyin Həsən dayı. İnşallah. Zaur sağılacaq, hər şey yaxşı olacaq. Yox abala. Mən gərək Sərdarı heç oradan gətirməzdim. Məsələn, qismət. Həsən dayı, bir məsələ ilə bağlı sizlə danışmaq istəyirəm. Buyurun qızım. Dünən Nərminlə bu məsələ ilə bağlı xeyli söhbət eləmişik. İstəyirəm ki, sizin də xəbəriniz olsun. Ana. Gedək qızım. Sağ olun Həsən dayı. Və nə məsələ idi qızım? Sonra danışarıq. Həsən dayı. Sağ olun. Yaxşı, yaxşı. Bir de siget ver be. Siget, hara kaçtın ha? Bu ne görecek daha? Bu kette hamımaya gören kimi kaçır? Ay, Sərdar. Rəqə görmə. Var ha, ne kışkırırsan ha? Qudurmusan, ha? Cəmaatın balasını bədbəxt eləyirsən, sən. Ağzıva geleni danışma, kime ne karmışam ha mən ha? Bura bax, Sərdar, ağıllı ol. Elə bilirsən bu kətdən mı səndən qorxur? Belki elə deyil ha? Elə. Bura bax, baxmaram türmədən çıxmısan. Zarı bir şey ola, sən səni bilirsən də neyniyərəm. Mənə də dəli Qələndər deyərlər. Lürsel aşağı. Birinci, Zaur'u mən varamamışam. Kim bunu be? Bilmək istəyirsən kim var ha? Ha?
Sen dedem varım. Başa düştün? Zıva geleni danışma. 50 sol aşağı. 50 sol aşağı. Vefalı gelmişti ben yanıma. Dedi zarı var. Ben de sana kolxozda bir de pıllı iş verim. Kolxozda pıllı işi kim verir? Sen dedem verir. Başa düştün? Oğa göre git dedenden soruş. Sonra da vefalı mənə dedi ki, eğer vurmasan yukarı danos yazacağım. Git valla git. Git dedenden haber al. Ama dediklerin düz çıkmazsa özünden küs. Eşittin? Bakarıq oğa. Git dedem tut yakasından. Üzr istəyirəm. Yoldaş sədir. Hər şeyi başa düşdü. Bəs bu Sərdarın məsələsi nətər olacaq? Sərdar? İndi gərək onu iş tapaq. Nə danışırsınız? Kamandar Cihadoroviç. Biz onu işe götürsək, yüzümüzü ifşa eləyə bilərik. Yaxşı, nə təklif edirsən onda? Yoldaş sədir. Bu çox asan bir məsələdir. Mən Sərdarın başını qatacağım. Deyəcəm ki, işə sənət yığıram. Qalxozda işə düzəlmək asan iş deyil ha. Görəyəcək. Və bununla yanaşı Sərdardan danos yazacağım. Hətta danos yazmaq mənim əlimdə su içmək kimi asan bir şeydir. Birinci və 4 adam tutdururam. Həzaramız vəfalı. Axır vaxtda belə yaman xoşuma gəlirsən. Əməlli başda ağıllanmışsan. Hə, gül. Salam əleykum. Salam. Zar nətərdir? Narahat olma, yaxşıdır. İçəridə adam var. Bilirəm. Salam Həsən bəy. Salam. Allah şəfa versin. Sağ ol. Allah köməyin olsun. Sağ ol. Həsən dayım, sizlə vacib bir işim var. Ondan da vacib. Hə, elə zarla bağlı. Bayaq Sərdarı görmüşəm. Ona elədiyim yaxşılıq burnundan gəlsin, yaxşımı? Burnundan gəlsin. Əlimə keçsin. Onu tikə-tikə doğrayacağım, onu şərəfsiz. Sakitləş Həsən bəy, sakitləş. Zarı Sərdar vurmuyor. Bunu sənə kim dedi? Sən nə inandın? Sərdar and içdi. Dedi ki, bu işdə mənim əlim yoxdur. Özündə kim eləyib? Mən sizə söz verirəm ki, bu məsələnin axırına çıxacağım. Siz hələlik zardan müğayət olun. Nəsə lazım olsun mənə xəbər eləyin. Sağ ol bana. Siz də sağ olun. Allah köməyiniz olsun. Allah köməyiniz olsun. Ayaqların ağrımasın. Nay nay nay. Ay ne yaxşı səni gördüm ha. Ay sınav var ne yok dedi. Salam Melek Şurasan, nətərsən? Ha kardeş. Aycan. Aysi. Bəli. Sen bilmemiş olmarsan da ha. Hə. Ya bu yoldaş sədrin Sərdar hakkında fikri ne de ne fikirləşir. Özüm girəcəkdim bəyək otağına. Dedilər yanında adam var. Adam gəndə vəfalı itdən ha, sən də şey. Hadi beklemesen Allah.
Vəfal da özünə görə adamdır kişidən ha. İntası mən qalmışam iki suyun arasında. Bilmirəm yuxarılara xəbər verim ya yox. Qalmışam belə də qanunla xəbər verməliyəm ha. Qanun adamıyam axı. Şirəslan, saxla görüm. Sən nə vaxtdan qanla iş görən olmuşsan, hay? Yox, onu demirəm. Deyirəm birdən yuxarılara xəbər verərəm. Sədrin acığı tutar məni. Cibində manatın var. Tutar ki var. Ver görüm. Ver görüm. Ver onda. Ver görüm diyeceğim. Manatı verdin, ay sağ ol. Bütün işlerin yak kim gelecek? Doğrudan. Senin için ha. Her şeyi söyleyecek. Narahat olmayasın. Hay Allah sana rəhmət eləsin. Ay maşallah. Aya. Abi mən bir madı verdim ona heç nə düzəlmədi axı. İsi? Ay isi! İsi! Ay isi! Sən deyirsən ki, bu Sərdarın məsələsini həll edə biləcəksən, ha? Yoldaş Sədr, ay söhbətdir. Mən tikən torban heç fələk gəlib çəkilməz. Dede, senden işim var. Qaləndər. Sen dayanə. Ne danışırdı? Sana min dəfə demişəm ki, bura dədənin evi deyil. Bunu öz başlanırdı. Öz başlanır, sen edirsən. Qaləndər. Oğlum anası, bu ne danışırdı? Rədd ol gözümün qabağından. Haram olsun sana verdiğim çörək. Çık bayrağa. Siz zarı vurmuşsunuz. Biz benim canıyı. Bu ne danışır? Rədd ol buradan. Gözüm seni görmesin. Küçük. Kemal canım. Yoldaş Sədr. Əsəbləş. Ne oldu sizə? Yoldaş Sədr. Kemal hocam. Ay Kemal. Su. Ay. Çıktı.